Salam əziz izləyicilər, hamınızı xoş gördüm. Mən üzüm mürəbbəsi bişirirdim. Bu üzüm mürəbbəsinin bir hissəsini axşam hazırlamışam. Çəkmə imkanı olmadı. Uşaq narahat olduğuna görə gəlinim çəkə bilmədi. Mən də onu təmizlədim, qəşəng yuyub, şərbətini hazırlayıb, qoydum, bir burum qaynadıb, qoydum. İndi bu gündə yenidən ikinci hissəni bişirirəm. İndi birinci hissəni necə elədiyimi sizə izah edirəm. Birinci hissədə məndə var idi 3 kilo üzümün dənələri, 1 kilo 8 qram pesok, hardasa 2 kilo yarımzad belə pesok əlavə elədim. Qoydum, qaynatdım, soydu, indi qoymuşam, təzədən qaynayır, mürəbbəm artıq hazır olmaq üzrədir. Hazır olana yaxın mən bu mürəbbənin üzərinə 1 çay qaşığı limon duzu atıram. Limon duzu mürəbbəni həm möhkəm, rəngi şəffaf olur, həm də meyvəni möhkəm eləyir. Mən bunu artıq demək olar ki, hazırdır mürəbbəmiz. Qoydum mürəbbəm, qəşəngcə soydu. Mən soyuq dolduracam bankalara. Amma bəzi istəsəniz siz qaynar isti doldurub ağzını bağlayıb, çevirib qışa saxlaya bilərsiniz. Mən işlətdiyimə görə belə soyuq doldurdum bankalara. Çox gözəl, qəşəng mürəbbə çıxdı. Hazırlayın, hazırlayıb yeyənlərə nuş olsun. Sapsarı ərik kimi mürəbbəsi oldu. Çox xeyirlidir. Bununla da sağ olun, sağlıqla qalın, Allah əmanət olun.